Salam, hörmətli tamaşaçılar. Bizim üçün müqəddəs məkan olan Haqqı Sarı verilişin studiyasından bir daha sizi salamladığımız ve görüşünde geldiğiniz için Tanrı'ya şükür edip size can sağlığı arz edirik. Bugün bizim Hakkı Sarı verilişinde güzel bir mevzumuz var. Çok tarihi, çok lazımlı, çok kıymetli, çok seviyeli. Cenab-ı Zeynep'in təvəllüdü hakkında seninle söhbət aparacağıq. Siz de bilirsiniz ki Müslüman dünyasının tarihinde ümumiyyətlə Peygamber sallallahu aleyhi hakkında, İmam Ali hakkında, İmam Hüseyin hakkında söhbət açanda mütləq biz Cenab-ı Zeynep'in hakkında, onun gördüğü işler hakkında size məlumat vermeyi özümüze borç veririk. Gelime göre de biz həmişə bizim studiyamızda, bizim yanımızda olan güzel mevzularla bizi feyziye eden Ahud Mirağa Mustafazadəni studiyamıza dəvət eləmişik. Elə bu münasibətlə də biz Rüzi Mirağa məlumat tutub deyirik ki, Cenab-ı Zeynep'in hakkında xahiş edirik tamaşaçılarımıza kısa, konkret ve aydın məlumat verəsiniz. Bismillahirrahmanirrahim. Hoş gördük sizi hörmətli tamaşaçıları. Sizinle güzel bir günde Xanım Zeynep'in təvəllüd günündə, Mövlud günündə görüşürük. Bu münasibətlə sizləri təbrik edirəm. Xanımın mövludu mübarək olsun deyirəm. Xanım Zeynep tarixdə tanınmış xanımlardan biri olubdur. Hicrətin 6-cı ilində Mədinə şəhərində bir qız uşağı dünyaya göz açdı. Bu qızın adı Zeynep idi. Zeynep sözünün mənası atanın zinəti deməkdir. Xanım Zeynep anadan olanda Həzrəti Peyğəmbərimiz səfərdə olmuşdu. Elə ki, səfərdən qayıtdı, Həzrət Əli əleyhissalam Zəhranın yeni bir övladının dünyaya gəlməsi xəbərini Peyğəmbərimizə çatdırdı və xahiş elədi ki, bu qıza ad qoyasın. Peygamber koymuştu. Bəli. Güzel. Peyğəmbər buyurdu ki, Zəhranın evlatları mənim evlatlarımdır. Amma bu işdə qərarı Tanrı verməlidir. Allah özü seçməlidir bu adı. Cəbrail nazil oldu. Buyurdu, ya Resulallah, Allah Taala buyurur ki, bu qızın adını Zeynep koysunlar. Çünki mən Lövh-i Məhfuzda onun adını Zeynep yazmışam. Peyğəmbərimiz və orada qucağına aldı, onun gözündən, üzündən öpdü və dedi ki, bu qızın adı Zeynep'dir. Və tövsiyə edirəm ki, hər biriniz buna hörmət edəsiniz. Çünki bu qız Xədicə-i Kübra kimidir. Sunulan Zeynep tarixdə öz fəaliyyəti ilə, özünün işgüzarlığı ilə ailəsinin fəxrinə çevrildi. Tarixin zinətinə çevrildi. Ona görə Zeynep sözünün mənası atanın zinəti deməkdir. Demek Zeynep, Cenab-ı Zeynep'in hayat faaliyetine nəzər salanda görürük ki, onun Müslüman tarixində xidməti böyük olub. Bu xidmətlər nədən ibarətdir? Bir şey de deyim size, özür istəyirəm. Kərbala kimi tarixdə 15 əsr bundan əvvəl tariximizi sirkələyən bir faciənin canlı şahidi olan bir xanım, yəqin ki, mütləq orada bir xidmətləri olubdur. Bəli. Bəlkə bu Zeynep'in xidmətləri haqqında çox danışmaq olar. Elə ki, Zeynep böyüdü, həddi buluğa çatdı, ona elçilər gəlirdi, ailə qurmaq üçün. Xanım bu elçilərin qarşısında bir məsələ qoydu, bir şərt qoydu. Dedi, mən qardaşım Hüseynindən bir gün də olsa ayrı dura bilmərəm. Hər zaman gərək onun yanında olaram. Bu şərti elçilərin qarşısında qoydu. Əhl-i Beyt dostlarından olan Əbdullah İbn Cəfər bu şərti qəbul elədi
və xanım Zeynəbin əri olmaq şərəfinə nail oldu. Zeynəbin əsas fəaliyyəti Kərbəla bu müsibətindən sonra canlanmışdı. Çünki Kərbəla müsibətlərini, Kərbəla vaqiəsini, İmam Hüseynin şəhadətini biz tarixdən oxuyuruz. Ancaq xanım Zeynəb, İmam Səccad əleyhissalam gözlərinlə gördülər. Bu müsibətləri gözlərimlə gördülər. Kərbəlada iki dəstə üz-üzə dayanmışdı. Biri qəddar hakimiyyətin 30 minlik silahlanmış qoşunu idi, biri isə 72 nəfərdən ibarət məzlum bir dəstə, İmam Hüseynin dəstəsi idi. Bu iki dəstə üz-üzə dayanmışdı. İmam Hüseyin orada çox möcüzələr elədi. O cəmaata təsir eləmədi. Aşura günü bu qiyam baş verdi, bu müsibət baş verdi. Çox adamlar şəhid oldu. Eləmi? Aşura müsibəti qısa müddətlidir. Amma ondan sonraki dövrlər xanım Zeynəblə bağlıdır. İmam Hüseyin öz işini gördü. Şəhadətini çatdırdı başa. İşini yaratdı. Müqəddiməni qoydu. Ondan sonraki dövrlər isə xanım Zeynəbin fəaliyyətidir. Demək olar ki, xanım Zeynəb Kərbəla qəhrəmanlarından biridir. Çünki onun gördüyü işlər o məsumların işi ilə eyni dərəcədədir. Aşuradan sonra Kərbəlanı ya ata, ya qardaş naləsi bürümüşdü. Sahibsiz qalan uşaqlar atalarını, əmilərini, qardaşlarını axtarırdılar. Onların çağrışına cavab tapa bilməyəndə hamısı xanım Zeynəbə üz tuturdular, ona pənah aparırdılar. Bax, belə bir çətin dövrdə Zeynəb o sahibsiz qalan uşaqları başına yığdı, onlara analıq elədi. Və əsrlər Kərbanı Kərbəladan Şama qədər yol getdi. O dövrdə yolda ölənlər də olurdu, ağlayanlar da oldu, əziyyət çəkənlər də oldu. İmam Səccad əleyhissalamla bərabər xanım Zeynəb bu işləri öz öhdəsinə götürdü və gəlib çatdı Şam şəhərində Yəzidin sarayına. Orada Yəzidin o qəddar hakimiyyətindən qorxmadan onun bütün cinayətlərini üzünə dedi. Yeganə qadındır ki, Yəzidin sarayında nifrin elədi, onu aləmdə rüsva elədi. Xanım Zeynəb haqqında yazanlar çox olubdur. Onlardan biri də Böyük Füzulimizdir. Bir şey diyeyim size. Buyur. Bayaq dediniz ki 15 əsr bundan əvvəl dünyanı sirkələyən ən ağır faciənin şahidi olub özü gözlərimlə görübdür. Və həm də o devirdən sonra bütün yük Zeynəbin çiyninə düşdü, üzərinə düşdü. Və bir şey də var tarixdə ki, Cənab-ı Zeynəb dünya tarixində ilk qadındır ki, haqqını müdafiəyə qalxıb, status olan bir adamla qarşı-qarşıya gəlib və onunla qalib gəlibdir. İstədiyini ondan ala bilibsə dediklərini də deyə bilibdir. Bu praktiki cəhətdən mümkün olmasa da mənəvi cəhətdən bizə aydındır ki, xanım Zeynəb burada qələbə çalıbdır. Bax, belə bir xanımın bu böyle məqamı olan, hünəri olan, tarixdə yeganə qadınlar içərisində haqqını müdafiə eləməyə qalxmağı bacaran bir xanımın da sonunda da qalib gələn bir xanımın haqqında yəqin ki, bizim yazanlarımız olubdur, bizim şeirlərimiz olubdur, bizim şairlərimiz olubdur, qələm sahibləri bunun haqqında bir söz deyiblər. Ümumiyyətlə bu hadisələr haqqında bəlkə Bəli. Həlim mənim çox düz buyurdunuz. Xanım Zeynəb o Aşura müsibətini İmam Səccadla bərabər gözlərimlə gördü və onların əsas çətin dövrləri Aşuradan sonra onları ki, Şam şəhərinə Yəzidin hüzuruna əsir apardılar. Bax, çətin dövrlər oradaydı. İmam Zeynəlabdin buyurur ki, bizi deyir həm ayağımızdan, həm də boğazımızdan iplə zənci və bir-birinə bağlamışdılar.
körpə uşaqların işi daha çətin idi. Onlar boyca alçaq idilər, bir sündür idi. Onlar yıxılanda, büdrəyəndə ip, kəndir onların boğazını incitməsin deyə biz məcbur aşağı əyilirdik, beli bükülü halda gedirdik. Onların xətrinə. Əri, şəhid olanlar öldürüldü. Xəncərlə, gümüşlə bunu öldürüldü. Şəhadətə çatdılar, cənnətə getdilər. Əsirlər isə həm əsirlik çətinlik dövrü yaşayıblar, həm də onlar da şəhid olublar. Bəli. Belə bir dövrdə xanım Zeynəbin əziyyəti heç də o birislərdən geri qalmayıbdır. Bəli, o haqda bizim şairlərimizdən yazan çoxdur. Gümrü yazıbdır və böyük şairimiz Füzuli yazıbdır. Füzuli Kərbəla müsibətinə aid Həqiqəti Şühada əsəri yazıbdır. Xoşbəxtlər bağçası. Orada bir beyt var, istəyirəm ki onu deyən. Buyurun. Bu deyirdi ki, Məcnun düşmədimi səhraya Leylaya görə? Aşura olmasaydı kim gedərdi Kərbəlaya, quru bir səhraya görə? Füzulinin bu beytini açılıma versək deyir ki, Kərbəla adi bir qumlu səhra deyil. Kərbəla xanım Zeynəbin saçlarının qana boyandığı bir məkandır. Kərbəla məzlumun qanının, Əliəsgərin boğazının qanının töküldüyü bir məkandır. Kərbəla şəhidlərimizin qanı töküldüyü bir məkandır. Aşura çox böyük bir mövzudur. Onu olduğu kimi açmaq mümkün olmayıbdır. Aşura Allaha aid olan sifətlərdən biridir. İslamdan qabaq da var idi Aşura. Amma bugünkü Aşuranın bu müsibətin baş verməsini və bugünə qədər yaşamasının səbəbi çox böyükdür. Bax, xanım Zeynəb bu müsibətləri görə-görə gəlib çatdı dediyiniz Yəzidin sarayına, Şam şəhərində orada nifrin elədi, haqqını öz sözündə haqqını müdafiə elədi və Yəzidi rüsva elədi. Yəzid buyurdu ki, məndən nə istəyirsiniz, nə kömək edeyim sizə? Dedi, bizi Mədinəyə yola sal girəm. Tapşırıq verildi, karvan düzəldi. Bəşir adında bir karvanbaşı var idi. Ona tapşırıq verildi ki, yolda bunlarla xoşrəftar eləyərsiniz, vaxtında istirahət edəsiniz və bunları Mədinəyə çatdırarsınız. Evet. Çok sağ olun. Zeynep'in xoşbəxtliyi tariximizdə, mənəviyyatımızda, mədəniyyətimizdə, dinimizin tarixində tutduğu nəzam odur ki, onun adını təkcə müsəlman xalqları yaşatmır. Həm də Hristiyan xalqların içərisində Zeynəb adına biz rast gəldik. Demək, Zeynəb təkcə müsəlman dünyasının deyil, bütün dünyanın xanımlarının xanımı hesab oluna bilər. Ona görə də bu izahat üçün, bu gözəl söhbət üçün sizə təşəkkür edirik. Həm tamaşaçılar adından, həm studiyamızın əməkdaşları adından, həm də öz adından deyirəm və çox sağ olun. Hörmətli tamaşaçılar, bununla da bir... Yox, hala bir söz də deyə bilmərəm. Ha, buyur. Xanım Zeynəb Yəzidin sarayındakı nifrin elədi sözün dedi. Yəzid onları Mədinəyə yola saldı. Karvan tapşırıq verdi, yola saldı. Evet. Yolda xanım Zeynəb Bəşirdən xahiş elədi ki, bizi Kərbaladan apar girən Mədinəyə. Yolumuz olmaz. Bəli, yolumuz oradan sal. Bəşir bunun sözünü əmək elədi, gəldilər, çatdılar Kərbəlaya. Nə vaxt çatdılar? Elə ki, deyək, Kərbəlaya çatdılar, bu Aşuranın 40-cı günü idi. İmam Hüseyin müsibətinin 40-cı günü idi. Buna Ərbəyin ziyarəti deyirlər. Ərbəyin 40 deməkdir. 40-cı günü gəldilər, çatdılar Kərbəlaya. Elə ki, dəvələrdən tökülüşdülər deyir, qızlar, xanımlar axın elədilər qəbirlərə də. Zeynəb həqiqətən düşmüşdü, gah yıxılırdı, gah dururdu. Gəldi, çatdı, qəbrin üstündə dayandı. Dedi, qardaş Hüseyin, mənəm, bacı Zeynəbəm, gəlmişəm. Səni deyir, Kərbəlada Aşura günü ağlamağa qoymadılar. İndi səni ağlamağa ahular gətirmişəm. İmam Hüseynin qızlarının qəbrin kənarına düşdü. Qızlar ağırlaşdı. Dedi, qardaş Hüseyin, səni susuz şəhid elədilər. İndi sənə içməyə sərin su gətirmişəm. Qəbrin üstünə sərin su tökdü. Dedi, qardaş Hüseyin, sən qərib öldün.
İndi sən qərib deyilsən. Sənin gör nə qədər zəvvarların var. Bu gün Ərbəyin ziyarətində 21 milyon 256 mindən çox zəvvar iştirak elədi bu illəri. Olmayıb dünyada, yoxdur tarixdə elə bir ziyarətgahdır. Bir belə adam orada iştirak Könül iştirak eder. Bəli. Bu müsibətlərdən sonra xanım Zeynəbin haqqında bir qəşidə yazdıqdı. İstəyərdim ki, resursumuz onda onu oxuyub. Buyur. Şair yazır ki, salam göndəririk sənə, Hüseyin bacısı Zeynəb. Qardaşından sonra dini bərpa edən Zeynəb. Şamın küçələrində Hüseyni xalqa tanıtdıran xanım Zeynəb. Yanıb yanan ürəyi düşmənin şəqabətinə, bəyanə dedi gəldi, dedi Kufənin cəmaətinə. Dayanmayın qəflətdə, dəxi imtahan günüdür. Nə şadlıq eyləyirsi, nalə-i fəğan günüdür. Gecə yağanda yağış, dağların başı düşən əlar, ürəyimin başını qəm duman günüdür. Yaman gününüzdə əlinizdən tutan Əli qızıyam. Gedin qara girin, Zeynəbin zaman günüdür. Görəndə tazə cavan, gizində baxır ədaxlısına, əlin vurub əlinə, çarəsiz qalan günüdür. Əlin vurub əlinə, çarəsiz qalan günüdür. Allah Teala bizi xanım Zeynəbin dünyada ziyarətindən və ahirətdə şəfaətindən kənar eləməsin. Amin. Ama size bir şey, yadıma bir şey saldınız siz. Bu yıl dediniz ki 21 milyondan artık adam orada gönüllü olarak iştirak elədi. Şimdi çok büyük şey, dinimizin Ali. hürmettir, kıymettir. Ama burada bir şey de var. Siz gelin, elə bu müqəddəs ocaqdan İmam Ali Məscidinin axundu başda olmaqla, Hacı Hagip başda olmaqla İmam Ali Məscidinin süfrəsi de orada açıldı. Bak bu münasibətle biz onlara da teşekkürümüzü, Elbəli. hürmetini bildirək. Çox doğru dediniz. Ərbəyin Aşuranı yaşadır. Aşura da İslamı yaşadı. Bax bunun fəlsəfəsi budur. Ərbəyin ziyarəti dini yürüyüşdür. Dini, ictimai bir yürüyüşdür. O kadar 21 milyon adam ki oraya gedir, bu yürüyüşdür. Dünyaya yaydır bu. Aləm baxır buna. O Ərbəyin ziyarətinə gedənlər Aşuranın tarixini orada öyrənirlər. Aşura da İslamın tarixidir. İslamı yaşadı. Onun fəlsəfəsi çox Ben teşekkür ediyoruz size. Hem tamaşaçılarımız adından hem stüdyomuzda hürmetkeşleri adından. Allah köməyiniz olsun deyirik ve böyle tədbirlər inşallah belə məclislər biz çok olacaktır. Allah'ın köməkliyindən ve elimi tutup tamaşaçılarımıza deyirəm ki çok sağ olun. Vaxt ayıb bizim stüdyomuzun verdiği bu verilişe kulak astığınız için size de Ərbəyin keraməti, Ərbəyin duasından hoş gün, hoş güvərəm arzudur inşallah. Sağ olur, gelen görüşlere kadar. Ya Allah.